Salam dəyərli izləyicilər, zəhmət olmasa kanalıma abunə olun. Keçmiş zamanlarda sıxıntıya düşmüş bir insan məcburiyyətdən evini satmalı olur. Və bunun evini çox cömərd bir insan alır. Və ev aldıqdan sonra həmən gün axşamı evdən ağlaşma səsləri eşidilir. Evi alan cömərd insan səsləri eşidib soruşur yanındakı dostundan. Nə hadisə baş verib? Bu qadınlar niyə ağlayır? O söz növbəsində deyir ki, ev satıldığı üçün qadınlar ağlayır və onlar köçmək istəmir bu evdən. Onda həmin cömərd insan deyir, elə isə sən ged onlara və denən ki, mən aldığım evi geri onlara qaytarıram və onlara verdiyim pulu onlara saxlayıram, onlardan geri istəmirəm. Yəni bizə bu biraz qəribə gələ bilər bu hadisə, amma istər keçmişdə, istər günümüzdə belə insanlar var. Sadəcə bizə rast gəlmir çox vaxtı. Ona görə biz belə insanların haqqında oxuyanda, işləndə sanki bir nağılmış kimi bizə görsənir. Halbuki bu cür insanlar keçmişdə və günümüzdə yaşayıb və yaşayırlar.